Hər kəsi salamlayıram. Deməli, vaxtım olduğu qədərilə çalışacağım qısa videolar çəkim. 5 dəqiqəlıq, 7 dəqiqəlıq maarifləndirici. İndi biraz aşağı yuxarı olar, çox ola bilər, az ola bilər. Deməli, bu günlərdə ixtisas seçimi haqqında danışacağım, ixtisas seçimi. Deməli, hələ imtahan nəticələri çıxmayıb. Yəni, blok imtahanlarından gedir söhbət. Buraxılışın cavabları çıxıb. Blok imtahan nəticələrinin cavabları çıxmayıb. Nə ikinci, üçüncü qrupun, nə birinci, dördüncü qrupun. Bu çıxsa belə statistika deyilən jurnal var. Balların ortalama orada verib hər il nə qədər. O yoxdur. Bunlar olmamış, ixtisas seçimi haqqında nə isə danışmaq olmaz. Cəmiyyətimiz o qədər yalana öyrəşib ki, bir-birini aldatmaq, yalana. Bəzən elə adamlar var ki, öz yalanlarını doğru kimi bilib, insanlara sırmağa çalışır. Təbii ki də bu da insanların öz hərənin düşüncələrindən, vicdanından asıl olan bir şeydir. Bəzən mən çox vicdan insanın, bu da başqa bir mövzudur, amma burada deyim. Bir insan zaman ümumiyyətlə vicdan hamının daxilində var, amma buna əməl edənlər var, bir də var ya, əməl eləməyənlər var. Hər kəsin daxilindədir. O da yəni, savadsız, söhbət savadsız deyəndə o qədər ki, mövzular genişdir ki, yəni diplomu olmayandan getmir. Dünya görüşü olmayan, savadsız insanlar ki var. Bəzən görürsən, durub sənə ağlı yoxdur, ağlı öyrədir. Vicdanı yoxdur, vicdanla danışmağa çalışır. 16 ildir məşğələ keçirəm, aşağı yuxarı ortalama deyim. Hər il əvvəlkindən daha yaxşı olur. Niyə? Çünki məsəl üçün belə deyim də, 16 il bundan əvvəl dərs dediyim şagirdlər Allah qoysa 3-5 ilə ali olanları da var. İndi uşaqları 8-ə 9-un sinifə gəlsin deyə 3-5 ildən sonra bunların evladları 10-11-in sinif və əvvəlki nəsildən ən azından 20 dəfə savadlı nəsil yetişir. Bunlar olduqca, məsələn, indi çox çətindir, məsəl üçün, müəyyən bir köhnə valideynlər deyək də, təbii ki, hər kəsə aid deyil, amma əksəriyyətimizə aiddir deyə deyirəm. Köhnə o devrin valideynlərindən izah eləmək, nəysə başa salmaq çox biraz çətin olurdu. Amma görürsünüz ki, bayaqların 5 il bundan qabaq yarım saat izah edib başa saldığım bir şey indi 2 dəqiqə izah edirsən. Birazdan sonra beləcək 1 dəqiqə, birazdan sonra beləcək bir cümlə ilə də həmin valideyn başa düşəcək. Əsas söhbətimizin hissəsinə gələk, ixtisas seçimi. İxtisas seçimi barəsində heç kim bu dəqiqə heç nə deyə bilməz. Allah qoysa, ikinci blokun imtahan nəticələri də çıxacaq. Ona uyğun jurnallar çıxacaq, ona uyğun valideynləri, məsəl üçün, mən ixtisas seçimi seçirəm də, çağıracam valideynləri, görüşəcəm, söhbət eləyəcəm. Əmin seçəcək ixtisas haqqında da əvvəlcədən o şagird məlumatlandırılacaq. Özü də deyəcəm, hardan məlumat alsın, hansı sahəyə meyillidir, evladımızı o sahəyə görsək daha yaxşı olar. Yəni, bizim istəyimizdən yox, evladımızın istəyi ilə. Müəyyən yerlərdə səhv olar, təbii ki, onu düzəldəcəyik. İxtisas seçimi odur ki, illərlə də bu işləri eləyirik. Açığı, Allahın izni ilə növbəti il ixtisas seçimi eləməyi düşünmürəm. Çünki çox ağır bir prosesdir.
Həqiqətən çox ağır bir prosesdir. Deməli, yalanlara necə inanırlar? Biri deyir, TikTokda 50 balı keçən şagird gəlsin, baş dövləti kodlaşdıracağım. Biri deyir, nə bilim, 30 bal yığan İqtisad Universitetini, biri deyir, 100 balı keçməsən də biz universitetə kodlaşdırırıq. Amma bunun altında yatan xaricdə təhsil məsələsi var. Atestatdan. Xaricdə təhsildə də belə gedəndə elə bir yerlər seçməlisiniz ki, sabahçı günü Azərbaycana qaydanda həmin diplomu Azərbaycan Respublikasının Təhsil Naziri tanısın. Seçəcəyiniz universitetlərdə elə olmalıdır. Amma yox, elə yalancı alladırlar. Bu dəqiqə təsəvvürünüzdə tutursunuz, 10 minlərlə adam allanır. Yəni 1000 demirəm, 2000 demirəm, 3000, 5000, 10 mindən çox hər il bu sahədə allanır. Ona görə araşdırmaq lazımdır. Necə ki, müəllim seçəndə araşdırırsınız. Məsəl üçün, bir adamdan yox da, ən azından bir 10 dənə həqiqətə uyğun, kökənə söykənib, araşdıranda müəllim, bu müəllim hansı biliyin sahibidir, yəni birisi allada bilər, bir deyə bilər, məsələn, Adil müəllim yaxşı adam deyil, çünki onun uşağını götürməmişəm. Bir deyə bilər ki, oxumayıb Adil müəllim həmin uşağı hazırlıqdan çıxardıb, yəni ödənişini alıb yeməmək üçün. Bu kimi şeylərə görə, yəni ən azından bir 10 dənə söykənəcəyimiz mənbə olmalıdır və ona uyğun və baxmalıyıq. Misal üçün də, indi mən özümü tanıyıram deyə deyirəm, başqa saxda at çəkmirəm. Nəticələrinə baxıb onu seçmək, o müəllimi seçmək olar. İxtisas seçimi də bunu kimidir. Allah şükür, illərlə bu ixtisas seçimini seçirik. Yəni, bir nəfər deyə bilməz ki, biz narazıyıq. İndi trollar ola bilər, yalancı, məsəl üçün, bir də görürsünüz, yazıb, Adil müəllimin yanına 100 balla gəlmişdik, 60 balla çıxdı. Məsələn, halbuki bu şagirdin valideyn sevgisinə ehtiyacı olan şagirdlər təbəqəsindəndir. Və necə bu mövzu uzatdıqca uzanacaq, ona görə yekun fikrimi yekunlaşdırım. Deməli, ixtisas seçimi gözləməliyik ki, ikinci blok imtahanında şagirdləri versin, sonra ümumi nəticələr çıxsın, sonra ortalama ballar, o illər üzrə o çıxacaq, statistika, sonra abituriyent jurnalı çıxacaq və bundan sonra valideyn və şagirddən oturub nəyisə danışmaq olar. Yəni, bu dəqiqə kimsə nəyisə haqqında sizə deyirsə, bu inanılmır. Yəni, olmayan bir şey haqqında danışmaq, ortada bir şey yoxdur, bal yoxdur, yəni, möcüzələrdən də bir şey yoxdur ki, biz bunu haqqında oturub danışıq. Yəni, nəticə yoxdur ortada, heç ballar çıxmayıb, siz nə bilirsiniz, evladı siz deyib 200 bal toplamışam, bəlkə gəlib 30 bal çıxacaq. Bunlar çıxsın, ondan sonra bütün hamıya məlumat verəcəm. Bir də yekunda onu da qeyd edeyim ki, bütün məlumatları Adilyon Akademi YouTube, Instagram, TikTok səhifələrindən həm nəticələrimizi izləyə bilərsiniz, həm dərs videolarımızı izləyə bilərsiniz. Yəni, insanlar yararlansın. Düşünürəm ki, bu kimi maarifləndirici videoları çəkdiksə, Allahın izi ilə ətrafımızdakılar da özlərində müəyyən düşüncə formalaşdıracaqlar. Hamınıza uğurlar arzulayıram.